Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aktrisa Günəş Tegin 10 gün əvvəl dünyasını dəyişmiş səhs rejissoru Rasim Mehdizadə ilə bağlı təsirli video paylaşım edib. Xəbər verilir ki, paylaşımda aktrisa və həyat yoldaşının birlikdə fotoları əks olunub. Qeyd edək ki, Azərbaycan Kinematografçılar İttifaqının üzvü Rasim Mehdizadə mayın 4-də 51 yaşında böyrək çatışmazlığından vəfat edib. Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu da minimum əmək haqqı artımında dövlülüyün təmin olunması deməkdir. Xəbər verilir ki, bu barədə deputat Vüqar Bayramov şərh verib. Artımlar qanunla tənzimlənəcək. Minimum əmək haqqında artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif və əsas maaşları minimum əmək haqqı artırılandan bir ay müddətinə yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil kommunal, nəqliyyat və rabitə, meliorasiya və su təsərrüfatı və balıq artırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.